Niye cezalandırsın? Məlum bir hakimi etiraz olaraq. Yox, mən hakimin nə üzünə etiraz elədim, nə meydana girdim, nə sadəcə ümumi biraz epizoda biz dərindən baxsaq, orada tək hakimə hisslənən əsli epizod deyil, orada mən öz oyuncumda da hisslənirəm, daha dəqiq olmalı, belə bəsit epizodlar olmalı deyil. Ümumən belə, yəni, biz daha kənarda belə oturası deyilik, yəni, məncə, sanki belə deyək də, yəni, oyundan kənar bir epizod idi da. Ziyan özümüzə vurmuşam, sahifətimizi sındırmışam. Belə də, yəni olsa da, versələr də problem yoxdur, amma yəni mən bundan əvvəlki qırmızılara mən etirazımı bildirmişdim və bugün də öz fikrimdə qalıram. Sonradan bizim oyuncularımıza verilən. Belə, əgər haqlıdırlarsa heç problem yoxdur.